Yumuş. İnşallah bir 2 dəqiqəyə başlayırıq qardaşlarım. Yaxşı. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu alə əşrafil ənbiyə vəl mursalin. Alə seyyidina nəbiyyina Muhammedin və alə alihi və sahbi əcməin. Rabbi şrah li sadri və yəssir li əmri və ahlul uqdatan min lisani yefqahu qavli. Birincisi, əziz və dəyərli müsəlman bacı və qardaşlarım, ilk öncə özümə, sonra sizin hər birinizə uca və böyük olan Rəbbimizdən haqq təqvası ilə qorxmağı nəsib edirəm. Həqiqətən də Allah Subhanahu və Teala mübarək kitabında buyurur ki, sizin ən hörmətliniz Allahın dərgahında Allahdan ən çox qorxanınızdır. Rəbbimizdən qorxmaq, Allah Subhanahu və Teala'nın üzərimizdə olan əmrlərini yerinə yetirmək və nəyə ki bizlərə qadağan edib səbəbində, nədən ki çəkinməyə əmr edirsə, o şeylərdən uzaq durmaqla bu sifəti qazanmaq olar. Və elhamdülillah Allah Subhanahu və Teala'nın izni ilə Ramazan ayının artıq bu günləri inşallah 23-cü gecəyə keçirik. Qədir gecələri ehtimal olunan Qədir gecələrindən 23-cü gecəyə keçirik və bugünkü qonağımız da həmişəki kimi Elşən Şəkərov qardaşımızdır və Ramazan və həmçində Ramazanda Quran-ı Kərimə münasibət necə olmalıdır? Yəni Allahın kitabını bir müsəlman Ramazan ayında necə oxumalıdır və bu kitaba necə əməl etməlidir? Buyurun Elşən qardaş. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel mursalin. Nebiyyina Muhammedin və alə alihi və ashabihi ecmain. Elhamdülillah, çox mübarək bir aydayıq, Ramazan ayıdır. Və Ramazan ayı Quran ayıdır. Çünki aləmlərə rəhmət olaraq, aləmlərə hidayət olaraq, haqla batili ayırt edən Quran məhz Ramazan ayında nazil olmuşdur. Və Qədir gecəsində nazil olmuşdur. Necə ki, demək, Uca Allah Quran-ı Kərimdə buyurur ki, həqiqətən biz onu, yəni Quranı Qədir gecəsi nazil etdik. Və Qədir gecəsi də qeyd elədiyimiz kimi, yəni Ramazanın son 10 gecələrində tək gecələrdən birindədir. Və Uca Allah Ramazan ayını digər aylardan seçməsinin səbəbi məhz Quranı bu ayda nazil etməsidir. Və həmçində Qədir gecəsini Ramazan ayının digər gecələrindən seçməsi və onu üstün etməsi, fəzilətli etməsi və 1000 aydan daha xeyirli etməsinin də səbəbi Quranın
məhz bu gecədə Nazil olması. nazil olmasıdır. Bəli. Və həmçinin bu ümmətin, bizim ümmətin digər ümmətlərdən ən əfsəl olmasının da səbəbi bizim ümmətə Quranın nazil olmasıdır. Və həmçinin Muhammed Peyğəmbər sallallahu əleyhi və səlləmin digər peyğəmbərlərdən və həmçinin bütün bəşər övladlarından demək üstün olması məhz Quranın ona nazil olmasıdır. Ən böyük möcüzəsi idi Peyğəmbər sallallahu əleyhi və səlləmin ən böyük möcüzəsi idi. Bəli. Və ümumiyyətlə fikir versək görə ki, Quran özü mübarəkdir. Yəni uca Allah onu nazil etməklə, yəni bizə olan ən böyük nemətini bəxş etmişdir. Yəni uca Allahın insanlara, yəni qullarına olan ən böyük neməti onlara Quranı nazil etməsidir. Və buna görə də Ramazan ayı xüsusən Quran ayıdır. Yəni bunu həm Peyğəmbərimiz sallallahu əleyhi və səlləm hədisdə, necə ki Buxarinin rivayet etdiyi hədisdə Abdullah ibn Abbas deyir ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm ən səxavətli insan idi. Ramazan ayı. Və xüsusən də Ramazan ayında, yəni ümumiyyətlə səxavətli idi və xüsusən də Ramazan ayında Cəbrail əleyhissalam ona Quranı yəni nazil olduqda daha da səxavətli olurdu. Və deyir ki, İbn Abbas deyir ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm Cəbrail əleyhissalam hər gecə, Ramazanın hər gecəsi Peyğəmbərimiz sallallahu əleyhi və səlləmə demək nazil olub ona Quranı oxutdururdu. Yəni Cəbrail əleyhissalam oxuyurdu, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm təkrar edirdi. Və Cəbrail əleyhissalam nazil olduqda isə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm daha da səxavətli olurdu. Və bu özü göstərir ki, və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm yəni vəfat etdiyi ildə isə Cəbrail əleyhissalam ona Quranı 2 dəfə ərz elədi, yəni oxudu. Və necə ki Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bir hədisdə özü deyir ki, Ayşə radiyallahu anhaya Cəbrail əleyhissalam bu il mənə Quranı 2 dəfə oxutdurdu və mən də bunun əcəlimin yaxınlaşmasını, yəni güman edirəm, yəni yozuram. Yəni bu Allah Rəsulunun ölümünün yaxınlaşmasına əlaməti idi ki, bəli 2 dəfə ona təkrarlaması. Və ümumiyyətlə sələflər də fikir versək, sələflər də, yəni sələf dedikdə, yəni sahabelər, alimlərimiz fikir versək görə ki, onlar da Ramazan ayı girdikdə demək Qurana yönəlirdilər. Yəni digər əməlləri və həmçinin digər işlərini qırağa qoyub məhz Qurana yönəlirdilər və Quranı oxuyub təkrarlamaq demək bununla məşğul olurdular. Və elə sələflərdən eləsi vardı ki, Quranı 3 günə qutarırdı, xətm edirdi. Yəni Ramazan ayında ümumən demək 10 dəfə Quranı xətm edirdi. Xətm edirdi, yəni başa vururdu. Və eləsi vardı, demək, hətta bir günə Quranı xətm edənlər də olub. Necə ki, İmam Şafiidən rəvayət olunur. Və Məlik ibn Ənəs, məsələn, rəvayət olunur ki, Məlik ibn Ənəs Ramazan gəldikdə, demək, hədis elmini qoyurdu qırağa, yəni hədis elmi ilə məşğul olmurdu. Yəni hədis rəvayət etməyi saxlayardı və ancaq Quran oxumaqla məşğul olurdu. Və ümumiyyətlə Quran oxumaq dedikdə, ümumiyyətlə Quranla ona görə də bu ayda uca Allaha yaxınlaşdıran ən əzəmətli əməl yəni Quran oxumaq sayılır. Və Quranla Allaha yaxınlaşmaq dedikdə alimlər qeyd edirlər ki, Quranla 3 cür Allaha yaxınlaşmaq olar. Həm Quranın hərflərini üzdən oxumaqla, hətta mənasını başa düşməsə belə, Quranın oxumaqla, demək, hər hərfinə görə 10 savab qazanmaqla Allaha yaxınlaşmaq. Çətinlik olsa da belə. Çətinlik olsa əksinə daha da savabı var. Təsəvvür edin ki, Quranda Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir ki, Quranın hər hərfinə görə 10 savab yazılır. Və təsəvvür edin ki, Quranda, necə ki, alimlər qeyd edirlər ki, 300, demək, 21.018 hərf var. Yəni, qeyd edirlər ki, Quranda 321.018 hərf var. Və təsəvvür edin ki, bir insan Quranı başdan ayağa xətm etsə, 321-i ona vurduqda 3.218.000 savab edir.
Və bu birinci. Deməli birinci Quranla Allaha yaxınlaşmaq Quranın hərflərini, yəni Quranın üzlərini oxumaqla olur. İkincisi isə Quranın ayələrini tədəbbür etməklə. Yəni Quran ayələrini tədəbbür etmək kim ərəbcə bilirsə, ərəbcə bilmirsə, məsələn tərcüməsini oxumaqla da və ayələrinin mənasını düşünməklə və burada xüsusən də təfsir elminin xüsusi yeri var. Yəni bəli, çünki məhz təfsir alimləri Quranın ayələrinin ecazkarlığını və onun mənasını açıqlamışlar. Yəni ayələrini tədəbbür etməklə, ikincisi, necə ki Uca Allah özü Quranda bizə Quranı tədəbbür etməyi əmr edir. Bəli. Üçüncüsü isə Quranda olan buyruqları əməl etməklə Yerinə yetirmək. Yəni əmrləri yerinə yetirib qadağalardan çəkinməklə. Və tək yalnız Quranı oxumaqla demək bitmir. Yəni Quranı həmçinin tədəbbür edik və həmçinin də əməl etmək lazımdır. Yəni əgər əməl etmirsə bir insan, əksinə oxuduğu Quran onun leyhinə deyil, əleyhinədir. Necə ki hədisdə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, Quran qiyamət günü ya sizin leyhinizə ya da əleyhinizə olacaq. Və əgər bir insan Quranı oxuyursa və başa düşürsə, oradakı buyruqları, əmrləri yerinə yetirmirsə, qadağalardan çəkinmirsə, o zaman Quran onun əleyhinə şahidlik edəcək. Bəli. Və ona görə də biz baxsaq görərik ki, yəni bizdən əvvəlki, yəni İslam, yəni ümumiyyətlə 3 ən fəzilətli nəsil, yəni Peyğəmbər sallallahu əleyhi və səlləmin sahabələri və sahabələrdən sonra gələn tabiin və onlardan sonra gələn ətba tabiin nəsli, bunlar məhz Quranı layiqincə oxuyub əməl etməklə o məqama, o şərəfə nail olmuşlar. Və bu səbəbdən, elə buna görə də bu səbəbdən baxsaq görərik ki, İslamın əvvəlində İslam dini demək bütün dünyada ən demək öz yüksək məqamına çatmışdı. Həm elmdə, həm əxlaqda, hətta dünyəvi elmlərdə belə demək uca Allah onları fəzilətləndirmişdi. Və amma sonradan isə fikir versə görərik ki, sonrakı nəsil hətta bu günümüzdə belə mən deyərdim ki, İslam ümmətinin zəifləməsinə səbəb məhz onların Qurandan uzaq düşmələri olmuşdur. Quranı əməl etməmələri və yaxud ayələrini tədəbbür etməmək. Baxırsan ki, oxuyurlar, məsələn, oxuyurlar, amma mənasını baxırsınız ki, başa düşmür və yaxud başa düşür, əməl etmir. Yəni bu özü Qurandan uzaq düşmək deməkdir. Bəli, nə qədər görürsən ki, məsəl üçün gördüyümüz kimi qohum əqrabadan Quran-ı Kərimi qara bir parça büküb harasa qoymaq. Bu başqa bir müsibət. Başqa bir müsibət. Qurandan başqa cür istifadə edir. Kimisə altından keçirirlər və yaxud Qurandan təbərrük kimi saxlayırlar hündür yerlərdə büküb əskiyə məsələn. Bəli, və yaxud da bəzi o fırıldaqçı sehirbazlar hansı ki Quranla güya nəyinsə axtarırlar. Bu artıq günahdır. Bu artıq biz hələ bu ümumiyyətlə başqa bir daha da böyük müsibətdir ki, bəli, Qurandan Allaha asi olmaq məqsədi ilə istifadə etmək, dəyər dəyməzinə satmaq və s. Yəni bunlar hamısı bizim bu ümmətin zəifləməsinin səbəbləridir. Abdullah bin Məsud deyir ki, bizlərdən biri, yəni sahabələrdən biri Qurandan 10 ayə öyrəndikdə onun mənasını tam başa düşməyincə və əməl etməyincə digər 10 ayəyə keçməzdi. Və buna görə də demək baxırıq görürük ki, həqiqətən də onlar çox Allah Taala onları yəni şərəfləndirmişdir və ucaltmışdır bəli. Və ümumiyyətlə Quran özü peyğəmbərin bir mirasıdır. Peyğəmbərin mirasıdır. Yəni Allahın bizə qoyduğu mirasdır. Necə ki bir rəvayət olunur ki, Abdullah bin Məsud deyir məsciddə idi və bir qrup insan orada Quran öyrənib, Quranı öyrənirdilər və öyrədirdilər. Aralarında müzakirə edirdilər, yəni Quran ayələri barədə. Və bir kişi yaxınlaşır İbn Məsuda, deyir ki, bunlar nə ilə məşğuldur? İbn Məsud deyir ki, bunlar Muhammed sallallahu əleyhi və səlləmin mirasını bölüşdürürlər. Yəni onun Peyğəmbər sallallahu əleyhi və səlləm mirası adlandırdı. Və bu miras, yəni uca Allahın bizə göndərdiyi, yəni Peyğəmbərin bu mirası hər bir insanın müxtəlif cür payı var, yəni bu mirasdan. Və kim nə qədər çox bu mirasdan pay alsa,
bir o qədər də dünya və axirətdə xoşbəxtliyə nail olar. Yəni dünya və axirətdə xoşbəxtlik məhz Qurandan pay almaqla olur. Yəni Qurana əməl etməklə. Və hər bir insan Qurandan nə qədər pay almışsa, onun dünya və axirətdə xoşbəxtliyi də o qədər olacaq. Bəli. Və Uca Allah bu barədə, yəni Quranın ümumiyyətlə miras olması barədə bizə Fatih surəsinin 32-ci ayəsində buyurur. Uca Allah buyurur ki, sonra kitabı qullarımız içərisindən seçdiklərimizə miras etdik. Yəni Quranı. Onlardan kimisi özünə zülm edər, kimisi orta yol tutar, kimisi də Allahın izni ilə yaxşı işlərdə öndə gedər. Böyük lütf də budur. Yəni Uca Allah burada bizə bildirir ki, Qurandan, yəni mirasdan, yəni Allahın mirasından, yəni Qurandan pay alanlar üç qismdir. Birincisi özünə zülm edənlər. Zülm edənlər kimlərdir? Yəni Quranı əməl etməyənlər, Quranda olan buyruqları, deməli əmrləri etməyib, yerinə yetirməyib, qadağalardan çəkinməyənlər. Yəni bunlar özlərinə zülm edənlərdir. Və kimisi orta yol tutar. Və orta yol tutar kimlərdir? O kəslər ki, Quranın əmrlərini yerinə yetirər, qadağalardan çəkinər və bundan başqa yəni nafilə ibadətlər etməzlər. Bunlar yalnız əmrləri yerinə yetirib qadağalardan çəkinənlərdir. Yəni bu ilə də kifayətlənər. Bəli, kifayətlənənlərdir. Üçüncü qism isə və bunlar ən xeyirlisidir. Necə ki, Uca Allah buyurur, böyük lütf də budur. Allahın izni ilə yaxşı işlərdə öndə gedənlərdir. Və bunlar da kimdir? Quranda olan əmrləri yerinə yetirən, qadağalardan çəkinən və bundan əlavə daha həris olduqları üçün xeyrə, nafilə ibadətləri, müstəhəbləri də yerinə yetirənlərdir. Və bunlar üçü də, hər üçü Quranın varisləridir. Hər üçü, bu üç qrup insanın, üçü də Qurandan varisdir. Sadəcə, demək, hərənin öz payı var. Kimisi zülmlə, kimisi özünə zülm edir, əməl etmir, kimisi orta yol tutur, yəni yerinə yetirir və kimisi də ən xeyirlilər də bunlardır ki, Qurandakı buyruqları yerinə yetirməklə bərabər əlavə nafilə ibadətləri də yerinə yetirərlər. Və indi isə istəyərdim Quran oxumağın, Quran öyrənməyin fəzilətinə aid bəzi hədisləri oxuyun və bununla da mövzumuzu... Eşən qardaş, bir dənə burada zəhmət olmasa bir nəfər sual verir. Deməli deyir ki, bəs deyirsiniz ki, kimsə oxusa, başa düşməsə belə savab yazılır. Deyir, bunu necə başa düşək? Yəni oxuyur kitabı, amma başa düşmür. O necə savab qazana bilər? Demək, bunu Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bizə bildirməyi ilə. Yəni biz bunu özümüzdən demirik. Bunu Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bizə bildirir ki, Quran oxuyanın, Quranı oxumağın hər hərfinə bir savab var. Və bunu Allahın kəlamıdır deyən, Allah yəni bu Quranı bizə nazil edib və bu ayələri deyib deyən, Uca Allah söyləyib deyən və biz də onu oxumaqla, Allahın ayələrini, Allahın bizə nazil etdiyi ayələri oxumaqla savab qazanırıq. Və həmçində Quran-ı Kərim başqa kitablar kimi deyil. Yəni adi bir kitablar kimi deyil. Çünki adi kitablar insanlar tərəfindən qələmə alınıbsa, bu Allahın kəlamı. Yəni Allahın kəlamı olduğuna görə və sən də Allahın kəlamını dilinə gətirdiyinə görə, oxuduğuna görə savab qazanır. Həmçinin Quran öyrənmək, yəni Quranı öyrənmək, Quranı başa düşmək elə oxumaqdan başlayır. Oxumaqdan başlayır. Yəni bir insan əgər Quranı oxumasa, yəni hərflərini oxuya bilməsə, yəni biz özümüz də Quranı heca-heca oxumaqdan başlamışıq. Bəli, bəli. Sonradan insan Quranı oxuduqdan sonra mənasını başa düşməyi, növbəti mərhələ və s. Demək, bunlar hamısı hardan başlayır? Quran oxumaqdan başlayır. Məhz ona görə də, yəni Allahın kəlamı olduğuna görə, Allahın kəlamı sözsüz ki, ən əfsəli, yəni həm oxuyub ərəbcəsini və həmçində tərcüməni, mənanı da başa düşmək, bu daha əfsəlidir. Amma insan hamısı oxumaqdan başlayır və yavaş-yavaş Allah təala savabı mükafat yazır. Əgər o mənası bilməsə belə, Allah təala ona o Allahın kəlamını təkrar elədiyinə görə ona savab yazır. Çünki Quranın ecazkarlığı, Quranın möcüzəsi həm mənasından başqa onun oxunuşunda da oxunuşu da möcüzədir. Onun səsi də möcüzədir. Avazı da möcüzədir. Əlbəttə ki, 14 əsrdir hafizlər oxuyur, əzbərləyir. Yəni balacasından tutmuş böyüyünə kimi hamısı əzbərləyir və gecə-gündüz də oxuyurlar, o kitabı heç kəsə bezdirmir. Yəni insana onun oxunuşunda təsiri var. Təsiri var. Ona görə sehr olunan, cadu olunan insanlara Allahın kəlamını oxumaqla müalicə edirlər onlar.
Və bəzi hədislər istədim oxuyum. Orada həmin o adam soruşur ki, qardaş soruşur ki, o hədis harda keçir ki, o savabı qazanmaq barəsində? Hədis səhv etmirəmsə Buxari Müslimdə olmalıdır. Bəli, bəli. Səhih hədisdir. Buyurur ki, əlif, ləm, mim hərəsi onun savabı. Bəli, kim Allahın kitabından bir hərf oxuyarsa, buna görə o savab qazanır. Bəli. Və 10 qat, hər hərfə görə 10 qat savab qazanır. Və mən demirəm ki, əlif, ləm, mim hərfdir, lakin əlif bir hərfdir, ləm bir hərfdir və mim də bir hərfdir. Və hədislərdən biri, demək, Abdullah bin Məsuddan gəlir, deyir, Allah elçisi sallallahu əleyhi və səlləm demişdir, Quran şəfaət edən və şəfaəti qəbul olunan və onu əməl etməyənlərin əleyhinə şahidlik edəndir və şahidliyi də təsdiqlənəndir. Kim Quranı özünə rəhbər tutarsa, Quran onu cənnətə aparar. Kim də ona arxa çevirərsə, onu cəhənnəmə aparar. Və bu hədisdə seçdiyim hədislər səhih hədislərdir. Yəni bunların mənbəyini oxumağa ehtiyac yoxdur. İkinci hədis İbn Abbasdan rəvayət edilən hədisdir. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm demişdir: "Ümmətimin ən şərəfliləri Quran hafizləri, yəni Quran əzbər bilənlər və gecə ibadəti edənlər. Adam möhtərəm və müti mələklərlə eyni dərəcədədir." Yəni Quranı oxuyan və onu əzbərdən bilən adam, yəni mələklərlə eyni dərəcədədir. Çətinlik çəkə-çəkə daim Quran oxuyan adam isə 2 qat savab qazanır. Yəni əziyyətlə oxuyan və yaxud yeni oxumağa yeni oxumağa başlayan, bəli. Əziyyətlə oxuduğu zaman da belə savab qazanır. Başqa bir hədis Abdullah ibn Amr radiyallahu anhu deyir ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm demişdir: "Qiyamət günü Quran onu oxuyana belə Quran oxuyana belə deyiləcək." Yəni qiyamət günü Quran oxuyana belə deyiləcək: "Oxu və yüksəl." Yəni Qurandan əzbər bildiyini oxu və cənnətin dərəcələrinə yüksəl. Dünyada oxuduğun kimi aramla oxu. Həqiqətən sənin məqamın oxuyacağın son ayəyə qədər yüksəldiyin yerdədir. Yəni hansı məqamda dayansan, hara kimi əzbər bilsən, ora qədər demək yüksələcəksən. Həmçinin başqa bir hədisdə Əbu Səid Əl-Xudridən rəvayət olunur. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, cənnətə girəcəyi zaman Quran əhlinə deyiləcək, yəni Quran oxuyanlara: "Oxu və yüksəl." Yəni oxu və cənnətin mərtəbələrinə yüksəl. O oxumağa başlayacaq və Qurandan bildiyini oxuyub qurtarana qədər hər ayəyə görə bir dərəcə yüksələcəkdir. Başqa bir hədis Əbu Hüreyrə radiyallahu anhu rəvayət edir ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm demişdir: "Oruc və Quran qiyamət günü qula şəfaət edəcəkdir." Yəni şəfaət edəcək nə məna? Yəni ona havadarlıq edəcək. Oruc deyəcək: "Ey Rəbbim, mən gündüz onu yemək və şəhvətdən çəkindirdim. Məni ona şəfaətçi təyin et." Quran isə deyəcək: "Mən onun gecə yatmağına mane oldum. Məni ona şəfaətçi təyin et." Beləliklə onlar şəfaət edəcəklər. Yəni həmin insan üçün şəfaət edəcəklər. Adəm övladı səcdə ayəsini oxuyub səcdəyə qapandıqda, yəni bildiyimiz kimi Quran-Kərimdə 14 yerdə, yəni səcdə ayəsi var. Bəli. Hansı ki, bu ayələri hədislərə əsasən Peyğəmbərimiz sallallahu əleyhi və səlləm oxuyub və oxuduğu vaxt səcdə edib. Yəni bu barədə hədislər gəlib. Və deyir ki, Adəm övladı Quran oxuduqda və səcdə yerinə çatdıqda, səcdə ayəsini oxuduqda, səcdəyə qapandıqda şeytan kənara çəkilib ağlayaraq deyir: "Vay mənim halıma! Vay mənim halıma! Adəm övladına səcdə etmək əmr olundu, səcdə edib cənnəti qazandı. Mənə isə səcdə etmək əmr olundu, boyun qaçırıb cəhənnəm odunu qazandım." Yəni burada demək şeytan Allahın iblisə, yəni Adəmə səcdə etməyə əmr etməsini nəzərdə tutur. Bu qədər, yəni Quran barədə əslində çoxdur hədislər və bu barədə danışmaq mövzu genişdir. Sadəcə müxtəsər olaraq yəni bunu deyə bilərik. Qısa bir xatırlama ki, yəni bu son 10 günü də yəni artıq əlhəmdülillah ki 23 gün geridə qalıb. Yəni vaxt necə gəlib keçsə biz xəbərimizdə olmayıb. 7 gün. Çox az bir qism qalıb, vaxt qalıb. Ona görə də o 7 günü çalışmaq lazımdır ki, gözəl bir şəkildə
istifadə etmək. Allah sizdən razı olsun Eşən qardaş. İndi burada qardaşlarımızın sualları var. Qardaşlar, çalışın paylaşmağı unutmayın. Zəhmət olmasa daha çox müsəlmanlar faydalansın. Kimin nə sualı varsa qeyd edə bilər. İndi bacardığımız qədər çalışacaq suallara cavab verək. Salam aleyküm qardaşlar. Bayram namazını evdə qılsaq, Fatihədən sonra bildiyimiz surəni oxumaq olar və bir ayəni hər iki rükətdə də oxumaq olarmı? Birinci bunu deyim ki, bu vəziyyətlə əlaqəli olaraq alimlərimiz bayram namazını evdə qılmağa icazə verirlər və tövsiyə edirlər ki, evdə qılaq. Və evdə qılınan bayram namazı da, yəni bayram namazının eyni, yəni cəmaatla məsciddə qılınan bayram namazı ilə eynidir. Yəni 2 rükətdən ibarətdir. Bəli. Və birinci rükətdə demək 7 təkbir olur. Azan və iqaməsizdir. Azan və iqamə yoxdur, bəli. Birincisi vaxtı gəlincə, vaxtı duha vaxtıdır. Yəni günəş çıxdıqdan 15-20 dəqiqə sonra qılmaq olar. Günəş çıxdıqdan, yəni dan yeri söküldü yox. Yəni sübhdən sonra yox. Günəş çıxdıqdan sonra, bəli. Günəş doğduqdan sonra 15-20 dəqiqə, yarım saat sonra demək qılınır. 2 rükət namazdır. Birinci rükətdə, birinci başladıqda 7 təkbirdir. Və sonra Fatihə surəsi. Fatihə surəsindən sonra istədiyi surəni oxuya bilər. İstədiyi surəni oxuya bilər. Sonra adi qaydada, yəni 2 rükətli namaz kimi demək qılır. İkinci rükətdə təkbir gətirib səcdədən qalxdıqdan sonra əlavə olaraq 5 təkbir də gətirir. Və sonra yenə Fatihə və Qurandan bildiyi istədiyi surəni oxuya bilər. Amma xütbə verilmir. Yəni alimlər qeyd ediblər ki, demək məsciddə qılınan və namazgahlarda qılınan bayram namazları fərqli olaraq evdə xütbə verilmir. Sadəcə 2 rükət qılınacaq. Sadəcə 2 rükət namaz qılacaqlar. Eşən qardaş, onun bu bayram namazının bəlli bir vaxtı var ki, nə vaxta kimi qılmaq olar? Zöhrə qədər yoxsa zöhrdən sonra da qılmaq? Zöhrə qədər, yəni duha vaxtı zöhrə qədər. Zöhrə qədər qılmaq olar. Bəli. Allah sizdən razı olsun. Salam aleyküm və barakatuh. Eşən qardaş, imanı artırmaq üçün nə etməli və hansı fəzilətli əməlləri etməliyik? Demək, ümumiyyətlə bildiyimiz kimi iman qəlblə təsdiq etmək, dillə demək və əzalarla, yəni əməllə göstərməkdir. Əməl etməkdir. Və iman itaətlə artır, günahlarla azalır. İlk növbədə imanı artırmaq üçün ilk növbədə günahlardan çəkinmək lazımdır. Haramlardan çəkinmək lazımdır. Daha sonra isə itaətləri çoxaltmaq lazımdır. Və itaət dedikdə də hər şey nəzərdə tutulur. Demək, ilk növbədə fərzləri vaxtında yerinə yetirmək, düzgün yerinə yetirmək, sonra nafilə ibadətlər. Bəli. Həmçinin bir çox səbəblər. Səbəblərdən biri budur ki, imanın artırılmasının elm almaq, yəni şəriət elmi, imanı artıran dərslərə qulaq asmaq. Sonra demək, ətrafı düzgün insanlarla oturub durmaq, yəni imanı artıran, səni Allaha xatırladacaq və həmçinin ibadətlə, itaətlə məşğul olan insanlarla oturmaq, yəni seçilmiş insanlarla, əməl salih insanlarla oturub durmaq. Yəni bunlar əsas imanı artıran səbəblərdən biri budur. Allah sizdən razı olsun. Salam aleyküm və barakatuh. 2 insana borcum var. 15 ildir ki, onları tapa bilmirəm. Mən necə edim? Onların adından borcum olan qədər sədəqə versəm, ərzaq, geyim və s. nə edə bilərəm? Əgər tapa bilmirsə, yəni yaxınlarını tapsın. Bəli, onun qohumları varsa, yaxınları varsa, qohumların edə bilər. Və əgər böyük məbləğsə, yaxşı olar ki, yenə də davam eləsin axtarmağı və s. Amma kiçik bir məbləğdirsə, o halda sədəqə də verə bilər. Sədəqə eləyə bilər. Qardaş soruşur ki, salam aleyküm. Ev alıb kirayə vermək olar, oradan qazanılan pulla sədəqə və digər salih əməllər etmək olarmı? Olar, əlbəttə. Əlbəttə ki, olar, problem yoxdur, inşallah. Salam aleyküm. Allah namazı 5 vaxt əmr edib. Buna dəlil varmı? Bəli, buna həm Quran-ı Kərimdə, yəni
bir ayədə olmasa da, yəni bir ayədə cəm olunmasa da, bir neçə ayədə namazın 5 vaxtına aid dəlil var və həmçində hədislər var. Açıq-aşkar hədislər var ki, Uca Allah 5 vaxt namazı, necə ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm Muaz ibn Cəbəli demək Yəmənə göndərdikdə ona tövsiyə edir, nəsihət edir və deyir ki, sən kitab əhlindən olan bir insanların, yəni içinə gedirsən və onları ilk dəvət edəcəyin Allahın təkliyi olsun, yəni tövhid olsun, tövhidə çağır onları. Və əgər onlar bunu qəbul etsələr, onlara bildir ki, Allah onlara gün ərzində, yəni gün ərzində 5 vaxt namazı fərz etmişdir. Bundan başqa hədislər də var. Bir bədəvi ərəb gəlir Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin yanına, ona suallar verir və o da bildirir ki, Uca Allah 5 vaxt namaz buyurur. Yəni çoxdur bu. İslamın dayaqlarından İbn Ömərə Peyğəmbər sallallahu əleyhi və səlləm deməsi. Quranda isə bir hədis deyil, bir ayə deyil, bir neçə ayədə vaxtla Allah Taala buyurur bizlərə. Bəli. Salam aleykum və rəhmətullah və bərəkətuh. Hansı məzhəbə və alimə təqlid etməliyəm? Və sonra ikinci bir sual verir. Deyir ki, 5 yaşlı uşaqlara dini Allahı necə başa salmaq olar? Birinci təqlid məsələsinə gəlincə, ümumiyyətlə Uca Allah insanları, Uca Allah Quran-Kərimdə buyurur ki, bilmədikdə elm əhlindən soruşun. Yəni bu ayədə biz gördüyümüz kimi Uca Allah insanları iki qismə böldü. Yəni alimlər, yəni bilənlər və qeyri-alimlər. Və həmçində qeyri-alimlər, yəni alim olmayan qrup özü də iki qismə bölünür. Yəni elm tələbələri və elm tələbəsi olmayan. Yəni sıravi müsəlmanlar, bəli. Və bu elm tələbələri özü də, yəni elmdə öndə gedənlər var və elmə yeni başlayanlar, qədəm qoyanlar var. Və bu qeyd etdiyim qruplardan yalnız sıravi müsəlmanlar bilmədikləri məsələdə hansısa bir alimə, yəni bilmirlərsə, dəlilin bilmirlərsə və s. təqlid edə bilərlər. Amma dəlilə təqlid. Bəli, yəni kör-körənə xeyr, kör-körənə olmaz. Yəni təqlid özü iki cürdür. Var bəyənilən təqlid, bir də bəyənilməyən. Bəyənilən nə mənada? Yəni buyurulan, yəni icazəli olan təqlid, bu daha doğru ifadə olar. İcazəli olan təqlid və bəyənilməyən, yəni qınanılan təqlid. Bəyənilən təqlid budur ki, daha doğrusu icazəli olan təqlid budur ki, dindən başı çıxmayan və ümumiyyətlə araşdırmağa gücü çatmayan hansısa bir məsələdə o hansısa bir etibar elədiyi alimə demək təqlid edib, həmən məsələnin hökmünü ondan götürür. Amma burada bir şərt var ki, əgər həmən o demək götürdüyü məsələdə dəlil aydın olsa ona, gələcəkdə bilsə ki, bu məsələdə məsələn dəlil var və bu məsələ başqa cürdür, buna xilafdırsa, artıq tərk edib dəlilə tabi olmalıdır. Kör-körənə bəzi məzhəblər kimi yox, hansı ki, öz xocam, axundum belə dedi, mən səhvdir, zəifdir, uydurmadır. O cür insanlar, bu qeyd elədiyim insanlar, onlara hətta dəlil gətirsən belə, onlar demək onu qəbul etmirlər. Məhzəbdən qırağa çıxmırlar. Amma elm tələbələrinə isə, elm tələbələrini təqlid etmək, demək, düzgün deyil, təqlid etməsi düzgün deyil. Onlar araşdırmalıdırlar, dəlilə baxmalıdırlar. Çünki araşdırma imkanı var. Bəli. Və elmdə öndə gedənlərin isə bircə fərqi bundan ibarətdir ki, yəni yalnız alimlər hansısa bir məsələdə ayə və hədisdən hökm istinbat edə bilərlər. Yəni elm tələbələrinin buna ixtiyarı çatmır. Elm tələbələri sadəcə alimlərin sözlərini, yəni insanlara çatdırırlar. Və elmdə öndə gedənlərin bircə fərqi bundan ibarətdir ki, onların fərqi də budur ki, onların müəyyən elmlərə sahibdirlər və bu elmlərə əsasən onlar alimlərin sözlərini götür-qoy edə bilirlər. Hansının haqqı daha yaxın olduğunu sabit etdiyi. Bir də ki, 5 yaşlı uşaqlara dini Allaha necə başa salmaq? Ümumiyyətlə, uşaqlara ilk növbədə başa salmaq lazımdır. Ümumiyyətlə, Allah sevgisi, Peyğəmbər sevgisi. Bunu başa salmaq lazımdır. Və müəyyən hekayələr, yəni Peyğəmbərlərin hekayələrindən, həmçinin əqidə, əsas əqidə məsələlərindən, Allaha şərik qoşmaq olmaz, tövhidi və s. Peyğəmbərə tabiçiliyi. Yəni bu cür şeyləri yavaş-yavaş uşaqlara aşılamaqla, yəni əsasən qeyd etdiyim kimi Allah və Peyğəmbər sevgisi.
Bəli. Çünki Allah və Peyğəmbər sevgisini uşağa başa saldıqda, gələcəkdə uşağa digər məsələləri də izah etmək daha rahat olur. Çünki Allahı sevib bundan çəkinir. Həmçinin Allah qorxusu, Allahdan qorxub demək müəyyən günahlardan çəkinir. Allahı sevib müəyyən əməlləri edir. Bəli. Deməli, salam aleyküm Əşən qardaş. Burada sual verən soruşur ki, kasıb bir qardaşdır, qardaşlar ona fitrə zəkatı veriblər. Özü də həmin o fitrədən çıxarda bilər fitrə. Ona verilən Bəli, çıxarda bilər, yox, çıxartmalıdır. Çıxarmalı. Əgər alimlər qeyd edirlər ki, yəni ümumiyyətlə fitrə zəkatı barədə inşallah gələn dərsimiz daha ətraflı danışacağıq. Həm namaz, həm də fitrə namaz barədə və fitrə zəkatı barədə. Sadəcə indi qısa olaraq qeyd edirəm ki, fitrə zəkatı kimə vacibdir? Hər bir müsəlmana vacibdir. O kəs ki, onun evində gün ərzində bir günlük yeməyi var və ondan əlavə də fitrə çıxartmağa da malı var və yaxud məhsulu var. Bu insana vacibdir. Və fitrə alan insan artıq gündəlik demək tələbatı ödənilib və əlavə olaraq fitrə çıxartmağa da demək imkanı varsa, artıq bu çıxartmalıdır. Bəli, Üzərində vacibdir. çıxarmalıdır. Salam aleyküm, Allah sizə bərəkət versin. Qardaş, xahiş edirəm ki, qardaşlara nəsihət edəsə sədəqəni, fitrəni gözəl şəkildə versinlər, yaddan çıxarmasınlar ki, bunu Allah üçün edirlər. İnşallah fitrə barədə bayaq qeyd etdiyim kimi gələn dərsimiz ətraflı danışacağıq. Sadəcə indi bunu qeyd edirəm ki, qısa olaraq fitrə zəkatı vacibdir. Və digər vacib əməllər kimi Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bunu vacib edib. Və Peyğəmbərin vacib etməsi elə Allahın vacib etməsidir. Və bu məsələdə səhlənkar yanaşmaq olmaz. Və fitrənin bir çox hikməti var, inşallah qeyd edəcəyik. Yəni hikmətlərindən biri budur ki, Allaha şükür olaraq. Yəni bu ayə bizi yetişdirib, bizə orucu tamamladığımıza görə Allaha şükür əlaməti olaraq və həmçində kasıblara demək sevindirmək və digər tərəfdən də Ramazan ayında buraxdığımız qüsurları tamamlamaq üçün. Tamamlamaq üçün. Salam aleyküm və rəhmətullah və bərəkatuh. Orucluqda mahnıya qulaq asmaq orucu pozur. Orucu pozmasa da günahdır. Savabın azaldır, belə deyək. Savabın azaldır. Musiqi haramdır. Musiqi haramdır, bəli. Dinimizdə Peyğəmbər əksinə Qurani-Kərimi dinləyərdi. Yəni bir qəlbdə Quranla musiqi cəm olmaz. Musiqi girdisə, artıq həmən insan Qurana münasibəti soyumağa başlayır. Əksinə bir qəlbə Quran girdisə, artıq insan özü musiqi demək istər-istəməz musiqi başlayır demək soyumağa, belə deyək. Salam aleyküm. Qardaş soruşur ki, sələfiliklə vahabiliyin fərqi varmı? Ümumiyyətlə sələfilik nədir? Sələf sözünün mənası demək əvvəl keçib gedənlər, keçənlər deməkdir. Ötüb keçənlər. Bəli. Əvvəlkilər deməkdir. Və necə ki Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bir hədisdə Fatimə radiyallahu anhaya deyir ki, mən sənin üçün ən gözəl sələfəm. Və Peyğəmbər bu sözü işlədir. Fatimə radiyallahu anhaya deyir ki, mən sənin üçün ən gözəl sələfəm. Yəni sələf yəni sənin demək keçmiş, bəli, sənin üçün örnəkəm bu mənada. Və biz də ümumiyyətlə sələf dedikdə kimi qəsd olunur? Sələf dedikdə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm, onun səhabələri və onun səhabələrinin yolu ilə gedənlər. Bəli. Bunlar qəsd olunur. Və sələf bir firqə deyil. Sələf sadəcə nisbətdir. Biz özümüz nisbət edirik. Nisbət edirik, sələfə nisbət edirik. Və sələfimiz də kimdir? Peyğəmbərimiz sallallahu əleyhi və səlləm və onun səhabələri və həmçində səhabələrinə tabe olanlar. Necə ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm nə deyir? Bir hədisdə deyir, mənim yəhudilər 71 firqəyə ayrıldılar, nəsranilər 72 firqəyə ayrıldılar və mənim ümmətim 73 firqəyə ayrılacaq. Və onlardan biri cənnətə gedəcək. Və sahabələr soruşdu ki, ya Rasulullah, kimdir onlar? Peyğəmbərimiz sallallahu əleyhi və səlləm dedi ki, onlar mən, yəni bugün mən və mənim sahabələrim üzərində olduğu yolla gedənlərdir. Və bu da sələfdir. Sələf də elə budur. Demək ki, biz özümüzü
sələfə nisbət edirik. Yəni Peyğəmbərimiz sallallahu əleyhi və səlləmə və onun sahabələrinə və həmçinin onların yolu ilə gedənlərə. Bu bir firqə deyil. O ki, adı Vahabilik. Bu barədə ikinci dəfə danışdıq. Yəni Bəli. belə bir firqə yoxdur. Doğru yolda olanları bəli, sadəcə gözdən salmaq üçün. Bu bir Bəli. İslam düşmənlərinin haqq yolunda olanları demək gözdən salmaq, onlara ad qoymaq kimi Bir şeydir. Bəli. Allah sizdən razı olsun Eşən qardaş. Qardaş soruşur ki, salam aleykum. Я в начале Рамазана 5 дней не мог держать пост, так как принимал таблетки. Я хочу месяц Шаввал возместить из дополнительно 6 дней. Могу ли держать 11 дней подряд? Yəni 5 gün əvəzinə 10 gün tutmaq istəyir. Yox, elə bir 5 gün tutmayıb, Şəvvalda həm 6 gün Şəvvalı, həm də 5 günü qəzasını deyir. Elə eyni olmalı. Qəzanı bəli tutmalıdır. Birinci növbədə qəza tutulur. Bəli. Ümumiyyətlə Şəvval ayında olan o 1 illik oruç kimi tutan kimi savab qazanır. Savab qazanır. Və bunu yerinə yetirmək üçün ilk növbədə Ramazandan qəzaları tamamlamaq lazımdır. Çünki Peyğəmbər nə dedi? Dedi kim Ramazanı tamamlasa və ona görə ilk növbədə qəzaları tamamlansın, kimin qəzası varsa. Onları tutsun və sonra 6 gün Şəvvalı tutsun. Sonra isə Şəvval ayının orucu. Bəli, Şəvval ayının orucu. Bəli. Deməli, salam aleykum. Allah elimizə bərəkət versin. Qadınlar namaz qılanda kişilər kimi yəni imam dururlar. Yəni imam necə durur? Yəni onu soruşmaq istəyir ki, cəmaət namazları necə qılırlar? Demək qadınlarda əgər 2 nəfər qadındırsa, bəli, onlar da demək kişilər kimi yanbayan dayanırlar və soldakı imam olur. Solda dayanan imam olur. Yox, əgər 2-dən çoxdursa, bu halda qadınlar kişilər kimi, yəni daha bir nəfər qabağa keçmir, İrəli keçmir. bir səfdə dayanırlar və bu səfin ortada dayan qadın imam deməli seçib ortada dayananlardan birini imamlıq edir. Allah razı olsun. Şimdi qardaş, deməli, salam aleykum. Mənim qohumlarım şiədir. Hətta deyərdim ki, rafizdirlər. Mənə də vahabi deyirlər. Başa salarsan başa düşmək istəmirlər. Onlarla əlaqəni kəsə bilərəmmi? Ümumiyyətlə, bunu deyərdim ki, dəvət eləməkdə davam eləsin. Bəli. İlk növbədə özü İslam dinini, yəni Öyrənsin. gözəl şəkildə yerinə yetirsin. Çünki ən gözəl dəvət elə nümunə olmaqdır. Yəni əməl etməkdir, əməllə. Xeyr, əlaqəni kəsməsin, dəvət etməkdə, başa salmaqda davam eləsin və həmçinin dua eləsin Allaha, Allah hidayət versin onlara. Bəli, amin. Çünki həmçində indi şiə olsa da belə qohumdular. Çünki qohumluq əlaqələrini də Allah Taala bizlərə əmr edir ki, möhkəmləndirmək lazımdır. İlk növbədə qohumlara dəvət etmək. Həmçinin Peyğəmbərimiz sallallahu əleyhi və səlləm öz əmisini ölüm ayağına qədər, halbuki müşrik, ölüm ayağına qədər bəli dəvət etdi. Salam aleykum və bərəkət. Должна ли возмещать пост беременная женщина? Hamilə qadın deyir, orucunu necə tutmalıdır sonra? Qəza eləməyi. İstədiyi kimi, yəni şərt deyil ki, ardıcıl tutsun. Yəni hamilə qadın Ramazan ayında oruç tuta bilməyir. Bəli. Əgər hamiləliyinin səbəbi zəifləməyi olubsa, yəni özü zəifləməyi olubsa, bu halda sadəcə qəza edəcək və necə növbəti Ramazana kimi bu orucu tutmalıdır. İstəsə bir gündən bir tutar, ayda 1-2 gün tutar və s. fərq eləmir. Əsas odur ki, növbəti Ramazana qədər bu orucları tutmalıdır, qəza etsin. Yox, əgər səbəb hamilə qadının oruc tutmamağına səbəb, yəni orucu açmağına övladı olubsa, bətnində olan övladının zəifləməsinə görə qorxub tutmayıbsa, bu halda qadın həmçinin kəffarə də verməlidir. Kəffarə verməlidir. Yəni hər günə görə qəza etməklə bərabər bir kasıbı yedizdirməlidir. Salam aleykum və bərəkət. Qardaş soruşur ki, iftarda orucumu su ilə açmamışam. Birbaşa yeməklə başlamışam. Orucum bir batıl olmur buna? Xeyr, batıl olmur. Sadəcə sünnəyə uyğun odur ki, xurma ilə açsın. Birinci xurma yesin, sonra su və s. Bəli.
Salam aleykum. Axı deyirlər ki, İmam Malik deyib ki, üzünü dön Peyğəmbər s.ə.v-in qəbrinə şəfaət istə. Allah bu əməlinizə görə sizi bağışlasın və sonra Nisa surəsi 64-cü ayəsini oxuyub. Bu doğrudurmu? Şəfaət məsələsini izah edərdiniz. Belə bir şey gəlməyib İmam Malikdən ümumiyyətlə. Heç bir, nəinki İmam Malik, heç bir alimdən belə bir şey. Əksinə İmam Malik Peyğəmbər s.ə.v-in qəbrinə salam verəndən sonra uzun müddət üzü Peyğəmbər s.ə.v qəbrinə dayanmağı bəyənməyib. Bir salam verəndən sonra çəkil. Qardaşların yanında olmayanda çox vəsvəsələr gəlir mənə. Cəmaatla olmayanda. Valideynlər isə buraxmır karantinə görə. İndi nə edim? Karantin sabahla bitir inşallah. Sabah yox, bir gün. 18-dən bitir inşallah. Yəni 18-dən bitir, bəli, rahat çıxa bilərsiniz inşallah. Salam aleykum və bərəkətuh. Sualım belədir ki, xavaricilər deyirlər ki, hakimə qarşı çıxmaq haram deyil. Maidə surəsi 44-cü ayəsini gətirirlər. İzah edərsiniz o ayəni. Yəqin ki, kim Allahın hökmünü hökm verməsə, onlar kafirlərdir. Yəqin ki, bu ayəni gətirirlər. Bu ayəni gətirirlər hakimə ki, hakimə qarşı çıxmaq olar. Xeyr, bu ayə, ümumiyyətlə, bu ayədə birincisi tək hakim qəsd olunmur. Bu ayə hamımıza aiddir. Hər bir kəsə aiddir. Hətta bir insan öz evində belə Allahın hökmünə hökm verməsə, bu ayəyə daxildir. Bu birinci məsələ. İkinci məsələ, ayədə qəsd olunan onlar kafirlərdir sözünü. Necə ki, İbn Abbas radiyallahu anhuma açıqlayır ki, burada küfür dedikdə İslamdan çıxarmayan küfür nəzərdə tutulur. Qəsd olunur. Necə ki, təfsirdə gəlib bu barədə. Çünki küfür iki cür. Necə ki, şirk iki cürdür. İslamdan çıxaran şirk, İslamdan çıxarmayan şirk, kiçik. Bəli. Eləcə də küfür də elədir. Məsələn, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bir çox əməlləri küfür adlandırıb. Məsələn, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir ki, kim atasından başqasına nisbət olunsa küfür etmişdir. Bəli. Və bu əməllər, yəni bildiyimiz kimi, məsələn, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, mömini söymək fasiqlik, onu öldürmək isə küfrdür. Amma biz də bildiyimiz kimi, mömini öldürmək heç də insanı İslamdan çıxartmır. Sadəcə böyük günahlardan. Sadəcə burada küfür, yəni kiçik küfür, yəni İslamdan çıxarmayan küfür qəsd olunur. Yəni əməli küfür. Yəni təkfirçilərin problemi ondadır ki, bu xavaricilərin ki, onlar ayırmırlar. Böyük və kiçiyi ayırmırlar. Şirki böyük, kiçiyi ayırmırlar. Bir çox əməllər var, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm onları küfür adlandırıb. Və həmçində o Maidə surəsi 44-cü ayətdən öncəki ayətlər var, hansı ki, Allah Taala orada buyurur ki, Allahın hökmünə hökm verməyən zalimdir və fasiq də var. Bəli. Yəni niyə görə onları götürmürlər? Lap eybi yoxdur, bunu götürürlər. Yenə də burada hər bir ayənin açıqlaması təfsirə qayıtmaq lazımdır və təfsir elmində də görürük ki, ayənin təfsirində İbn Abbasdan gəlir ki, burada kiçik küfür qəsd olunur. Yəni İslamdan çıxarmayan küfür. Buna qalsa, əgər belə qalsa, onda belə çıxır ki, hər bir iki övladları arasında da Allahın hökmünə hökm verməyən, onda belə çıxır ki, o da İslamdan çıxmış olur. Allah sizdən razı olsun. Salam aleykum və bərəkətuh. Deməli, sual verən soruşur ki, İsmail qurbanı vacibdir birinci kəsmək, yoxsa əqiq? İsmail qurbanı. Yəni, qurbanlıq bayramında kəsilən qurban. Əqiq isə sünnə müəkkədədir, yəni vacib deyil. Doğru rəy budur ki, əqiq vacib deyil. Amma kəssə yaxşıdır. Qardaş soruşur ki, burada kimdəsə deyir, alacağım pulum var, borcum var. Hələ ki vermir də. Başqa adamdan borc alıb, yəni ki, fitrə zəkatını deyir, çıxarmaq olarmı? Olar, problem yoxdur. Allah razı olsun. Salam aleykum və bərəkətuh. Allah sizləri qorusun. Orucu dayana bilməyib, yarıda pozarsa, neçə gün qəza etməlidir? Bir gün. Əgər dözülməz həddə çatıbsa və açıbsa, yalnız bir gün qəza edəcək. Bir gün qəza etəcək. İçki olan evə mələklərin girməməyi barədə hədis varmı? Xeyr, belə bir hədis yoxdur. Eşitməmişəm yəni. Belə.
Salam aleykum. İşdə, məktəbdə, dərsdə Quran oxuyan zaman səcdə ayəsi gələndə səcdəni necə edək? Birincisi səcdə etmək, səcdə ayəsini oxuduqda müstəhəbdir. Yəni vacib deyil. Əgər imkan yoxdursa eləməsin. Yəni buna görə ona günah yazılmır. Allah sizdən razı olsun. Araq olan otaqda namaz qılmaq olarmı? Olar qılmaq, bəli. Yəni bunun namaza təsiri yoxdur. Çünki araq dedikdə burada elə spirt qəsd olunur, içki. Məsələn, bir insan ola bilər ki, məsələn, evində araq saxlayır, bəlkə dezinfeksiya məqsədi ilə, məsələn. Bəli. Yəni, hər şey əməllər niyyətə görədir, amma yenə də yəni, o özü təmiz, içki özü içməyi haram olsa da, maddə kimi təmiz maddədir. Yəni, nəcis sayılmır. Necə ki, buna dəlil də nədir? Səhabələr deyir ki, içkinin haram olması barədə ayə nazil olaraq hamı öz evində olan içkiləri yəni Mədinənin küçələrinə boşaltdı. Və Mədinənin küçələrində bir neçə gün hətta yəni boşaltdıqları içki axırdı. Və alimlər buradan hökm çıxardılar ki, əgər nəcis olsaydı, o halda onlar onu yəni küçəyə atmazdılar. Salam aleykum. Quranda ilk və son nazil olan ayələr hansılardır? İlk nazil olan ayə Aləq surəsidir. İqra bismi rabbikəl-ləzi xaləq. Bəli. Son ayə isə Bəqərə surəsində وَاتَّقُوا يَوْمًا تُرْجَعُونَ فِيهِ إِلَى اللّٰهِ ثُمَّ تُوَفَّى كُلُّ نَفْسٍ مَا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ. Yəni bu ayə Borc ayəsindən əvvəlki ayədir. Borc ayəsi neçənci ayədir? 165 idi səhv. 280, yox, 282 deyəsən. Bu da 281-ci ayədir səhv etmirəmsə. El olmalı. Bəli. Son ayə bu Borc ayəsindən əvvəlki ayədir. Dilimiz belə bir şey buyurmur. Ümumiyyətlə, insan öləndən sonra Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bizə bəzi əməllərin, yəni insan öləndən sonra ona çatmasını bildirmişdir. Bu əməllərdən mən həcc və ümrə etmək, məsələn, kimisi yerinə etmək bəli, yəni ölən insandır. Məsələn, bu kimi dedi, bayaq kimi öz yoldaşına, həyat yoldaşı. Bəli. Həyat yoldaşı əgər həcc eləməyibsə, yaxşı olar ki, onun üçün həcc eləsin. Ümrə etmək olar. Ümrə eləsin. Bəli, həcc eləyəndən sonra onun üçün ümrə eləsin və ümrələrin sayını çoxaltsın məsələn. Bəli. Və həmçinin sədəqə verə bilər adından. Yəni ölmüş adamın adından. Bəli, onun adından sədəqə verir və savabını ona bağışlaya bilər. Bəli. Amma Quran oxuyub savabını ölüyə hədiyyə eləmək, namaz qılıb hədiyyə eləmək, oruç tutub hədiyyə və yaxud qurban kəsib, yəni bu barədə dinimiz bir şey buyurmayıb. Və ona görə də biz deyirik ki, yəni əməlləri etməmək, çəkinmək. Nə gəlibsə, yəni dinimiz nəyi buyurubsa, onlarla kifayətlənmək. Burada o şəfaət məsələsi barəsində soruşur, o bayaq o İmam Məlikin söhbətini ki, Peyğəmbər sallallahu əleyhi və səlləmdən şəfaət etmək və burada deyir ki, Adəm əleyhissalam Allahdan əfv diləyəndə Muhammed sallallahu əleyhi və səlləmin axırıncı peyğəmbərinin xətmi məni əfv elə deyib. Allah təala deyib ki, hardan bilirsən? O deyib ki, biz o ərşin üzərində yazılır. Belə bir şey yoxdur. Bu uydurma hədisdir. Bu uydurma hədisdir. Yenə deyirəm, əgər belə bir şey varsa, səhih varsa, o zaman gətirsinlər, yəni biz də əməl edək. Yəni biz Peyğəmbər sallallahu əleyhi və səlləmə daha çox tabe olmağa can atırıq. Əgər varsa belə bir şey, yəni mənim bildiyimə görə, yəni belə bir şey yoxdur. Səhih bir şey gəlməyib Peyğəmbər sallallahu əleyhi və səlləmə. Uydurma hədislər var o başqa. Bu səbəbdən nə ki gəlib Allaha yaxınlaşmaq şəfaət baxımından biz onu yerinə yetiririk, nə ki yoxdur, əməl etmirik. Burada çox sual verirlər Qədr gecəsinin o ehtimal olunan, yəni bu gündür inşallah. Yəni bu gecə 23-cü gecədir. Ehtimal olunan gecələrdən 23-cü gecədir bu günləri. Salam aleykum və rəhmətullah. Qadın corabsız namaz qıla bilərmi? Corabsız namaz qılmaq, bəli, yəni qəbuldur. Alimlər necə qeyd edirlər. Sadəcə yenə də yaxşı olar ki, geyinsin. Çünki bəzi alimlər icazəli görmür. Ayağından corab olsun. Bəli, amma doğru rəy budur ki, qəbuldur. Qıla bilər yəni.
Qardaş sual verir ki, mən hələ pul qazanmıramsa, fitrə zəkatını necə verim? Eğer qazanmırsa, o halda Yəni, üzərindən düşür. valideynin əlinə baxır. Bəli. Yəni kimin ki himayəsindədir, yəni hər kəs fitrə zəkatını öz himayəsində olan kəslər üçün çıxartmalıdır. Və bu da kiminsə himayəsindədirsə, o halda himayəsində olduğu insanı çıxardacaq. Salam aleykum, və barakatuh. Misvaqla dişləri təmizləmək olarmı orucu vaxtı? Olar, bəli. Həmçinin diş pastasından da istifadə Diş pastası da olar, sadəcə ehtiyat etmək lazımdır ki, boğaza getməsin. Salam aleykum, və barakatuh. Burada qardaş soruşur ki, bəs bir nəfərə Quran oxumağa öyrədirəm, təcvidi və s. Yəni arada görürsən ki, deyir söhbət edirik də. Yəni bu cür etməyimizdə deyir günah yoxdur ki. Yəni heç bir Problem yoxdur. Əgər günah bir söhbət deyilsə, problem yoxdur. Salam aleykum. Bir sual var. Bir insan pirə dua edir. Allahdan başqasına ibadət edir. Və bu halda mən ona bəyan etsəm ki, sən şirk edirsən. Əgər o yolundan dönməsə, mən onu təkfir edə bilərəmmi? Ümumiyyətlə, təkfirin qaydaları var. Şərtləri var və maneələri var. Və ümumiyyətlə, təkfir etmək, yəni biz insanları dəvət edərkən bir dənə şey yadda saxlamaq lazımdır ki, onları təkfir etmək üçün, yəni hökmünü bəyan etmək üçün dəvət etməməliyik. Bəli. Yəni onu həbs olmalıdır. Sənin üzərinə düşən başa salmaqdır, bildirməkdir və bu əməlin şirk olduğunu ona izah etməkdir. Və bacardığın qədər də israrla onu yenə də təkrar dəvət etmək, başa salmaq. Necə ki, Allah Rasulü əmisi Əbu Talibi hətta ölüm anına kimi gəldi. Hökm vermək isə sənlik deyil. Yəni biz Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin baxsaq əgər dəvətinə, dəvət üslubuna, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm heç kimə hökm vermək üçün və yaxud hansısa bir küfr əməl gördükdə və s. şirk gördükdə dərhal onu müşrik və yaxud kafir adlandırmadı. Bəli. Hətta Peyğəmbərimiz sallallahu əleyhi və səlləm Roma imperatoruna, baxmayaraq ki, xristian idi, məktub yazanda ona hörmətlə Azim Rum, yəni əzəmətli Rum imperatoruna deyə müraciət etdi ki, yəni dəvət üçün. Ona görə insanlara bu cür yanaşmaq düzgün deyil. Hökm vermək. Yəni hökm vermək bizlik deyil. Bəli. Biz yalnız başa sala bilərik. Dəvət etməliyik. Dəvət etməliyik. Allah sizdən razı olsun. Eşən qardaş, salam aleykum. Bir bacı soruşur ki, qaynanaya və qaynataya ana, ata demək olarmı? Günah deyilmi belə söyləyək? Düzgün deyil belə demək. Düzgün deyil belə demək. Ana, ata, insan yalnız öz anasını, öz atasına deyə bilər. Və ona görə də Peyğəmbərimiz sallallahu əleyhi və səlləm yəni qadağan edib bir insanın öz atasından başqasına nisbət olunmağı. Ona görə düzgün deyil belə eləmək. Yaxşı olar ki, başqa hörmət əlaməti olaraq xala desin və yaxud və s. Allah sizdən razı olsun. Qəza orucunu gələn Ramazana qədər tutmasam, sonra tutmaq olar yoxsa? Olar. Yenə də borc olaraq qalır. Sadəcə alimlər qeyd edir ki, yaxşı olar ki, gələn Ramazana kimi tutsun. Əgər tuta bilməyibsə, başqa növbəti ildə tutacaq. Deməli, qardaşlar, inşallah sonuncu 2 sualı da oxuyuram və bu ilə də bitirəcəyik. Hər namazda İxlas surəsini oxumaq mütləqdir? Mütləq deyil, xeyr. Yəni mütləq deyil ki, hər namazda İxlas surəsini oxuyub sonra başqa surə oxuyasan. Xeyr. Bir də sual verən soruşur ki, Axund Şeyx, Şəvval ayında tutulan oruc barədə məlumat verərdiniz. Şəvval ayı ümumiyyətlə bu Ramazan ayından sonra gələn aydır və bu ayda Ramazan ayının orucunu tamamladıqdan sonra
yəni bayram namazından sonra, yəni bayram namazından sonra 6 gün oruç tutmaq. Necə ki, hədisdə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, kim Ramazan ayının orucunu tamamlasa və sonra Şəvval ayından da 6 gün oruç tutsa, o 1 il oruç tutmuş kimi savab qazanır. Və bu baxımdan, yəni müsəlman gərək bu orucu böyük bir fəzilətdir, yəni 1 il oruc tutmaq kimi savab qazanmaq, bunu gərək buraxmasın. Bu fürsəti əldən verməsin. Allah sizdən razı olsun Eşən qardaş. Sizi də yorduq. Buyurun. Xoşdur. Allah Subhanahu taala bizi eşidib faydalan qullarına etsin. Dua edirəm ki, Allah Subhanahu taala bu mübarək Ramazan ayını sona qədər çatdırmağı gözəl bir şəkildə bizlərə nəsib etsin. Amin. Və bu ayda, bu günlərdə tutduğumuz oruclarımızı qəbul etsin. Bizləri fitnədən və onun əhlindən qorusun. Və burada dua etməyimizi istəyənlər var müsəlmanlarda. Əlhəmdülillah, Allah Subhanahu dua edirəm ki, Allah Taala bütün müsəlmanların bu günlərdə etdiyi duaları qəbul buyursun. Allah Subhanahu taala bütün müsəlmanların sıxıntılarını aradan qaldırsın. Çətinlikdə olanların çətinliklərini asanlaşdırsın. Və dua edirəm ki, Allah Subhanahu taala bizləri fitnədən və əhlindən qorusun və yalnız müsəlman olduğumuz halda bu dünyadan köçürsün. Allaha əmanət olun. Əssalamu alaykum və rahmetullah və bərəkətuh.